Eyler Akademinin təşkil etdiyi 9-cu sinif buraxılış sınağı nömrə 3. Dinləmədən də biz dinləmə suallarını yaza bilərik. Əgər onun haqqında məlumatımız varsa və məntiqi şəkildə, məsələn, mətn haqqındadır, tutmaq elə də çətin deyil və tərcüməni biliriksə və yenə də deyirəm, məlumatımız varsa, suallara asanlıqla cavab verə bilirik. Və baxaq mövzu nədən gedir. İkinci sualda, üçüncü sualda və dördüncü sualda ən çox nədən danışılır? Proprietary schools-dan. Proprietary schools nədir? Private schools-dur. Yəni özəl məktəblərdir. Və bunun anlamını bilən bilir ki, cavab C-dir. Problemlərindən danışmaz dövlət məktəblərinin, müəllimlərin iş saatlarından təkcə danışmaz və biznes və deməli gözəllik mərkəzindən danışmaz, kurslarından, qayğısı daha doğrusu və iş tapmaqdan danışmaz bu qədər. Cavabımız olacaq elə private schools that teach job skills. Keçək 2-yə. Why do proprietary schools try hard to satisfy their students? Öz şagirdlərini nəyə görə özəl məktəblər çalışırlar ki, məmnun etsinlər? Məmnun etməyə daha çox çalışırlar. Və məntiqi şəkildə də elə Y variantı uyğun gəlir. Because students pay these schools for their education. Çünki təhsilləri üçün pul ödəyirlər. Elə olanda daha çox məsuliyyətli olur. D-də deyir ki, çünki dövlət onlara pul ödəyir. C-də deyir ki, çünki müəllimlərin iş bacarığı, iş təcrübəsi azdır. B-də deyir ki, daha az kurs təklif edirlər, müxtəlif kursları, yəni çeşidlilik azdır anlamında. Because their programs are very long, uzun olmasının deməli daha çox çalışmağa aidiyyatı yoxdur, məntiqsizdir. Cavabımız olacaq Y variantı. 1C, 2Y, amma yenə də dinləyib daha dəqiqləşdirəcəyik. Class in proprietary schools deyir, özəl məktəblərdə siniflər ancaq only varsa bilin ki, bu 90% yanlış götürülür. Yenə də dinləyərsiniz. Are usually longer than 1 year. Bir ildən daha uzun çəkir deyir. Əgər biz 1-də C götürdüksə, iş öyrədirsə, işi 1-dən artıq, 1 ildən artıq məncə öyrətməz. Yəni universitet deyil, təhsil vermir. Sadəcə iş öyrədir. Are taught by teachers from state schools. Dövlət məktəbindən yox olan müəllimlər tərəfindən öyrədilir, yox. Are difficult for many students to finish successfully. Deyir ki, çətindir, yəni çox şagirdin uğurla bitirməsi. Özəl məktəbin səyi ondan ibarətdir ki, daha çox şagird uğur qazansın. Yəni burada Y-nin olması məntiqli deyil. Cavabımız olacaq ki, teoridən daha çox praktikaya önəm verirlər. Əgər sənə iş öyrədirsə, deməli burada praktika önəmlidir. Cavab olacaq D. 1-ə gedəcək C, 2-yə gedəcək Y, 3-ə gedəcək D. 4-ə gələk. The main goal of proprietary schools is to help students find good jobs. İş öyrədir, amma iş tapmağa kömək edirmi? Onu dinləmədən sonra biləcəyik. Most programs at these schools last for 3 months. Bir çox proqramlar 3 ay davam edir. Dinləyərik. Rəqəmlərə fikir verəcəyik. Cosmetology is one of the most well-known fields offered in proprietary schools. Ən çox deməli tanınmış sahələrindən biri kosmetologiyadır. Hansı ki, orada öyrədilir. Teachers in proprietary schools earn more money than teachers in state schools. Dövlət məktəbindən daha çox pul qazanır deyir özəl məktəbdə müəllimlər. Bunu da dinləmədən deyə bilmərəm. Başlayaq dinləməyə. Listen and answer the question from 1 to 6. Paper is one of the most useful inventions in human history. Proprietary schools are private schools that teach useful job skills. Their main purpose is to help students find good work after finishing their training. Because students pay for their education, the schools try hard to satisfy them. Most programs are short, usually 6 months to 1 year. In the United States of America, there are about 10,000 proprietary schools. They offer many kinds of courses, such as business, computers, art, and beauty care. One of the most popular fields is cosmetology, with around 3,000 schools across the country. True. Teachers in these schools often work longer hours and earn less than teachers in state schools
but they usually have real work experience. Classes focus on practice rather than theory, and many students finish successfully and find good jobs. It is a thin material used for writing, print. Demək burada 1 də C, 2 də Y, 3 də D-ni dedi. 4-ün birincisi true, ikincisi 6 dedi. Burada 3 deyir false. 4 üçüncüsü true və dördüncüsü isə false oldu.